Fikirləşin, Dəccal mümini öldürür və dirildir. Dəccala olar və bu şeyə inanmayan Peyğəmbərin sünnəsinə iman gətirməyib. Dəccal öldürüb dirildə bilər. Amma 12 imamdan heç biri öldürüb dirildə bilməz. Onlara olmaz. Allahın düşməni öldürür, dirildir. Allahın vəlisi bir xurmanı dirildə bilmir. Gördüyünüz kimi Cavid burada Dəccalı misal çəkərək qiyas edir. Qeyd edək ki, Şiə əqidəsinə görə qiyas etmək batildir və haramdır. İkincisi, Dəccalın insanı ikiyə bölərək öldürüb yenidən diriltməsi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən dəlil varid olmuşdur. İmamın isə bunu tarixdə etməsinə bir dənə də olsun səhih dəlil yoxdur. Varsa buyur, səhih sənədlə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə çatacaq rizal elmi ilə bir dənə səhih hədis qeyd et. Üçüncüsü, burada desən ki, Allahın izni ilə dirildir və İsa aleyhissalamı misal çəksən, yenə də qiyas etmiş olursan və Quranda Peyğəmbərlərin möcüzəsini imamlara şamil edə bilmərsən, bu küfürdür və bu möcüzə yalnız rəsullara məxsusdur. Necə ki, digər möcüzələr. Misal üçün, Musa aleyhissalamın əsası ilə dənizi yarması, Süleyman aleyhissalamın heyvanların dilini bilməsi və s. Dördüncüsü, biz bu cür müqayisələr edərək qiyas etmək üçün Quran və sünnədən nas dəlil olmalıdır. Yoxsa bu cür qapını açsaq, övliyalara və salih insanlara da şamil etməliyik və bu da doğru deyil.